Salam, gün ortanız xeyir. Çünki gün ortadır. Hazırlaşmışıq. Verveşimizi yığmışıq. Gedirik hara? Moskvaya. Gedirik Moskvaya. Taksimiz gəlir. Yeni il kestirməyə gedirik Moskvaya. Görək Moskvada yeni il necə olur. Aytənin buynuzlarından da bilinir ki, yeni il kestirməyə gedir. Burada bizim möhtərəm, dəyərli, sevimli. Yaxşı, sakitləşim deyə. Bir şeyler için yer hazırlamışıq. Hər şey hazır. İşıqlar söndürülü. Qapılar bağlı. Gedirik Moskvada görüşərik. Aytən xanım gəlib. Geçeyim yeganə. Gedirik giriş eləməyə. Yaxşı hava var, biraz küləkli. Külək olduğuna görə uçuşumuzun tarixi 40 dəqiqə belli. Gedirik. Şimdi külək yatıb. Gedirik biz də qeydiyyata. Gözlədiyimiz möhtəşəm an gəldi. Yeməklərimiz burada səhərdən acından ölürük, gözləyirik ki, yemək gəlsin. Biz yeməkləri çəkib. Aytənə muslim. Çörək. Burada əsas ana yemək istidir. Açacağım. Burada qəlyan altı kimi soyuq, lokum və yağ. Bu nədir? Masla, duru yağ. Bu yəqin kəsmə yağdır. Püre, hissələr, brokoli. O, ən sevdiyim. Güzel. Gəldik, çatdıq Moskvaya. Qar yağır. Mənfi 6 dərəcə şaxta var. Və çəkib təyyarəmiz buydu. Marşruta. Dedə, hə, bu marşrut bizi indi doldu. Aparacaq bizi. Marşrut bizi aparacaq deyək terminala. Oradan girəcəyik içəri. İndi metroya. Qatarları qəşəng bəzəyiblər. Mən çəkə bilmədim mən qatarı. Dedim birdən şey eləyərlər də. Bizdə 2000 çəkiliş olmaz falan. O görə qatarı çəkəmədim, amma qatarı möhtəşəm bəzəmişlər. Yəni hər yeri işıqlı idi. Yeni il bəzəkləri qəşəng idi. Qatarı təzədən tutsam deyəcəm, amma qatarları dəhşət səliqəlidir. Çəkib buranı. O belə qəşəng oturacaqlı zatdır. Və boşdur, yəni çox da dolu deyil, sıxlığı yox. Yəni sizə möhtəşəm Rus metrosunun xəttini göstərirəm. Dəhşət bir şeydir. Yəni buradan baş açmaq üçün, yəni burada məncə illər qalmaq lazımdır. Deməli biz hardan mindik, onu bir dənə tapsam, kanka buralıqdan bir yerdən mindik. Buralıqdan bir yerdən mindik. Hə, deməli tapdım. Biz buradan mindik marşruta. Marşrutdan gəldik Vovrino stansiyasına. Buradan mindik ikinci xəttdən, indi gedirik. Bu xəttdən gedirik. Buradan Belaruskaya yazılıb. Belaruskaya stansiyasına biraz yaxınlaşdırım. Hə, Belaruskaya stansiyasına düşəcəyik. 5-ci layna xəttə minəcəyik. Burada bir dənə dairə vuracağıq. Bu dairə vuranda burada bir dənə stansiya var idi. Adı bu Taganskaya, Taganskaya, hə. Taganskaya stansiyasında düşəcəyik. Buradan çıxacağıq çölə, otelimiz oradadır. Yəni bu xəttdən başa düşmək üçün baş lazımdır. Moskva metrosu çox qəşəngdir. Burada daha qəşəng bir şey var. Gəl, bilirik. Bax, qatar gör nə qəşəngdir. Hə, o başda var. Cama minmək lazım. Elə qəşəng qar yağır. Aha. Deməli, internetimiz yoxdur. Bu Rostix. Deməli, solumuzda Rostix qalır. Piyada keçidindən keçirik o tərəfə. Bunu yadımda saxlamışam. Çünki internetimiz yoxdur. Nömrəmiz də yoxdur. Nömrə də almağa bilmirik hardan alaq. Yer də yoxdur. Hə. Nömrə alandan sonra internetimiz açılacaq, xəritəyə baxa biləcəyik. İndi gedib otel tapmalıyıq. Otelin olduğu yerin bayağı bir dənə oğlandan xahiş edim, mənə internet açdı.
şəklini çəkdim xəritə üzərindən. İndi o şəkil üzərindən gedəcəm, görüm düz gedirik yoxsa səhv. İnşallah ki düz gedirik və taparıq. Keçir bunlar. Ona bizə keçək. Bunlar keçirsə nəsə bir bildiklər var. İndi buradan keçəcəyik o tərəfə. Dəhşət soyuq deyim, şaxtadır. Əlcələrimiz adımız geyinməliyik. Şəhəri qəşəng bəzəyiblər amma indi burada görüm görünürmü? Hadi oraya yazılır 2020. Ahı. Ho. Yaxşıdır. Yaxşıdır. Nə qəşəng papağım var. Moskva. Bu sən axtardığın kilsədir? Hə. Təsadüfən gördüm. Gəldik, çatdıq otelə. 404. 401-dən 4 hanı? Ütü masamız da var. Bəli. Tanışlıq şəhərincə otaqdır. Qəşəng. Telefon var? Muzey. Cəmaət yatıb bizə bağırışır burada. Televizor, zat. Burada nə qəşəng ağaclar var, bəzədilmiş. Gəl bax. İkisi də qar. Bunun yaki balkonudur. Bunun balkonudur. Çıxabilirsin. Kafedir o tərəf, kafenin balkonudur. Kaldırık da var. Güzel bak. Al pendir yak koy. İdeal. İdeal. Otağımız belə. Telefon da var. Aşağıdan nəsə istəsək. Qəşəng. Xeyruyani İknos. Çok güzel. Stekanla. Ne çay partladı. O çay da qoyublar bizim, stəkan da qoyublar. Mən nə istəyə bilərəm başqa? Həqiqətən sağ olsun. Adamlar yolundan oldu. Bir de adam yola saldık. Yol başa saldı. Sim kart almağa yer. Deyir ki qabaqda Taganska metrosunun yanında sol tərəfdə Zvezda adlı bir yerdir. Görəcəksən ulduz belə ikonlu yerdir. Oradan sim kart alıb. Sim kart almalıyıq. Təcili şəkildə. Çünki İnternet üçün. internetsiz yəni hara getdiyimizi bilmirik. Bu qardaş kimdir? Alexander ne? Altın kart tutur. Alexander. Qəşəng qar yağır, zor qar yağır. Bir lampiçkanın altın götürər. Yox götürmür. Bu televizorda baxana daha yaxşı düşəcək. İnsanlar ingilis dilini çox zəif bilirlər. Yəni bizi kimi də Azərbaycanlılar da məncə ingilis dilini. Yəni təbii ki bilənlər var, çıxır qabağımıza. Kimdən soruşuram, can you speak English? A little bit. A little bit. Ya da çut. Yəni ingilis dilini biraz zəif bilirlər. Amma sağ olsun. Ama mehriban Burada- insanlar. Ya bizim qabağımıza elələr. Translate'imiz hər şeyi həll edir. Переводчик. Yol üstü bir nəfər də Bakıya gələndə qonaq xaşa dəvətlər. İşim görürsün. Ne tanıyorum onu. Belə görək. Qaqaş deyir ki, sim kart ala bilərsiniz qabaqdan. Nərdəndir? Ulduzun altına. Zvezda yeri göreceksen. Ulduzda ikonu var altında göreceksin. Yaxşı, gedək görək. Nə gəlir başımıza. Çum değil. Nədir çum? Lentli. Çumodan. Yo, çumadan deyil. Burada köşe. Burada da beşik. Dedilər ki, bugün açıq deyil. Artık açık değil saat yani gecdi. Sabah Bəli. geleceği orada megafon yazılan yaşlı bir yerden. Bəli, sizler baxın alabileceğiniz. oradan. Aha. Ala biləcəyik sual cavab qar təmizləyirlər. Səhərə qədər. Saatler temizlerler. Qar təmizləyən qardaşlar. Oca uzaq durmalı. Sabaha da güclü qar deyib. Ona görə indidən düşüblər yollara. Qardaşın da motosiklet batdı burada. Biz indi gedirik Taganskaya metrosuna. Orada qəşəng 2026 şeyləri var. Oradan gedib düşəcəyik. Hansı metro demişdi? Yadından çıxdı. Kitay Gor. Kitay Qorum. Kitay Qorum metrosunda Kitay şehri. Kitay şəhərində düşəcəyik. Oradan gedirik Kitayistana. Oradan ikiyə gedirik Kremlinə.
Allah saxlasın. Girək, bu Taganskaya metrosudur bura. Girək içəri. Bugün bizim nömrə almağımız yoxdur. Navigasiyasız. Çöldə gəzib, ətrafı kəşf Gəzə-gəzə, soruşa-soruşa. İnternetə bağlanacaq. Məs nömrə işdə qaldı sabah, amma bir qarnımızı doyuraq. Bəli. Təyyarədə yeyək. Təyyarədə. Gəldik, çatdıq. Çitay Goroda. Buranı qəşəng bəzəyiblər. Qırmızı meydan olmalıyıq buralıqda. Amma harda bilmirik. Yaxşı yer görürük, gedirik. Şəhəri çox möhtəşəm bəzəyiblər ya. Yəni çox qəşəng bəzəyiblər. Hə, bu qardaşlar zərərli işlərlə məşğullar. Orada qəşəng bir dənə yolka var, onu görmüşdüm mən internetdə. Orada lap belə möhtəşəm bəzəklər vardı. Yəni full şəhərin hər yerini bəzəyirlər. Hə. Kare al burada məni, mutluluk karesi. Və sağ olsun Aytən bu gün Yağdır. qar yağdırdı. Və çox qəşəngdir. Həqiqətən belə yeni il abu havasını insan hiss edir. İndi hələ ki biz mərkəzlərə doğru tam getməmişik. Mərkəzlərə doğru gedəndə artıq yəni abu havanı daha dərindən hiss eləyəcəyik. Hələ ki yəni bura yəni mərkəz deyil, sadəcə qıraqlardır. Orada ağaclar falan bəzəyirlər. Altında dayanırsan başının üstü işıq olur. Hə? Ha, bax ora işıqlarla. Çox özen göstəriblər. Yəni sadəcə bir yeri bəzəməyiblər. Hansı stansiyadan çıx, hansından çıxırsan çıx metro. Hə. Bizdə bir dənə var, bu yazıdan özen göstərirlər də. Cəmaət hamı ora gəlirdi. Burada bax ayaqdan metrolardan çıxırıq. Hansına çıxırsan çıx, bəzədilmişdi. Bir də bizdə 25-i, 26-sı belə bəzəyirlər. Sonra da 2-3 gündən sonra yığışdırırlar. Bunlarda deyilənə görə çox erkəndən Dekabrın 1-dən bəzənilir yəni bura. uzun müddət qalır. Hə. Metro belə böyük M hərfinə işarələnir. Hə, bu arada çətin deyilmiş yəni. Burası getdiyin stansiyanı bilirsən, bu şey beynində çözdüm hər şeyi. Rahat getmək olur metro ilə. Orada bir şaxta baba var, özə gitara çalar ki. Yoxsa? Hə, şaxta baba gitara çalır. Bir də görək şaxta baba bizə hansı nəğmələri gətirir. Yo düzdür hə. Düzdür. Nə yazılır? Qaşın arxasına yazılıb, bilmirəm. Sən oxu. O, şaxta baba. Şaxtacan. O mənim istərəm özü. Orada 2026. Şaxta baba oxumadı. Şaxta baba nəsə oradan dedilər sevindi və tullandı görə. Amma oxumadı. O, bura nə qəşəngdir. Oyda. Ay gözə buran çəkir. Ya bu məncə bu Oyda. çəmiyətdə saxlamışlar. 100% buran yazsa, özə yerdən necə qar var. Yerlərə kaptırırsan üzülür. Ben açım. Nice to meet Ha doğrudan mən də mən də acam ya. Elə onu görürük, va, bunu görürük, va. Acını ölürük. Gir içine gir narlar. Ay cama şey çəkdir gözü. Ben de video çekiyorum. Onu gözü çəkdən tutarsan gedərik. Xala çəki çəkdirir. Aytən xalanın gözü bura bürünü belə bu dəqiqə təndirə çörək yapacaq. Keç. Keç xala tutardı. Keç başqa namizət gəlməmiş. Keç bax səndən sonra camaat çək. Ay şu uşağı çekirdi. Ha video. Sıkmayın da yok. Navigatorunda olacaq ya. Hə. Buralığı gördüyünüz kimi qəşəng bəzəyirlər. Səhərdən gəzirik, şəkillər çəkdirdik o tərəfdən. Yaxşı bir yerdə yıxıldım. Şap! Beli üstə. Özə yıxılmışam. Əlimdəki kameranı yuxarı qaldırmışam. Yəni belim zadım sınsa problem deyil. Əsaslı kameraya bir şey olmasın. Aytən gəldim və durğuzdu, yapışmışdım yerə. Burada da rezil olduk. Hə, gedirik, valla bilmirəm hardıya. O küçənin adı nədir? Nə yazılıb? Nikolayskaya.
Nikolskaya Ulitsa. Ulitsa. Ha bura Nikolskaya Ulitsa. Buran yazmışdı axı biz gələcəyik kimi. Bu küçədə bəzənmiş həməndir. Bir də var, Bayaq dedim sənə ki, bu deyəsən bizim saxladığımız küçədir. Ola bilər, hə, amma biri də var. Ha, prosta burada şey hanı? Birincisi biz acından öldürürük. İkincisi qırmızı meydan hanı? Buradan şənlikdir. Damat yığılır. Baxa. DJ var, cemaati yığıb başına oynadı. De DJ'ye çəkək. Görsünlər. Открывая замки, я буду вспоминать, когда я не и от любви умирать. Вот рядом с тобой было. Hardasən? Yıxılmışdın ha. Mən Moskvadan. Rusiya şəhərində. Rusiya şəhərində. Buradan ehtiyatlı ol, dəhşət sürüşkəndir. Yəni, bunlarda müharibə zat yoxdur. Biz bir şeydən qorxurduq ki, elə də müharibədir, müharibə şəraitidir. Yəni, yeni il ab-havası özüdür. Belə bir şey yoxdur yəni, həqiqətən. Yəni, hər bir küçə, hər bir metro stansiya, yəni sırf mərkəzi küçələri yox. Yəni, hər yer möhtəşəm şəkildə bəzədilib. Deyəsən, kamera aşağı düşmüşdü, hə. Möhtəşəm şəkildə bəzədilib. Qoy bir də üzümü mən şey eləyim. Okey, hər yer möhtəşəm şəkildə bəzədilib. Çox qəşəngdir. Yəni, insanlar küçədə oxuyurlar, əylənirlər, oynayırlar. Əladır. Bircə internet problemi, ondan sonra elə internet problemi hər şey kökündən vurur da, ala bilmirsən, nömrə ala bilmirsən, təzə qaydadır. Bir də bura gəlməklə bağlı qaydalar var, onları deyəcəm. Orada deyək Şaxta Baba sevənlər üçün mahnı oxuyur, ona çəkək. Şaxta Baba, Şaxta Baba. Простите, мол, белые розы, и в мир упади жестокий пил холодных ветров. Белые розы, беззащитны шипы, что нельзя сделать, снег и морозы, лед, ветры голубые. Люди украсят вами свой праздник лишь на несколько дней и оставляют нас умирать на первом. Спасибо вам большое, друзья! С Новым годом! С Новым годом! Anne, pul var. Güzel. Deyirək ki, 50 rublə yoxdur, oynadın, oxutdun, qardaşın kasasını atmaq. 50 rubl nə edir? 1 manat 4 min. 50 rubli armaq. O, burada göyərti satılır. Nə çox? Yəqin ki də. Ora nə yazılır? Qum. Qum. Düz oxudum. Nədir o? Ha. Bizim mol kimi bir şeydir, deyəsən. Hə, ola bilər ki, səhər girərik. Oo, gəldik çatdıq ki. Axtarıq, deyirəm də, deyirəm. Səhərdən axtarırıq. Ay, bu Kremlin harda? Heç kimdən soruşmur o. Prosta işıq gələn tərəfə getdik həqiqətən. Kremlin şeydir də, divarı da, onun tərəfi qırmızı meydandır. Onun tərəfdə, yox bilirəm, bu deyil. Yoxsa budur. Bunları çəkdilər. Meravici. O, Şaxta Baba və Qarqız. Здорово. Where from? Azərbaycan. Baku. Yes. Привет. Привет. Да, check photo.
No, thank you. Hop. Ha, çek foto, sonra da bir 500 rublu terre. Gidelim. Ben Moskvanın şeyde görmüşəm, məhəllədə. Moskva, Yeni- Moskva. Səslənir hər yerdən. Yox, səsləyir bizi. Yox. Moskva, Moskva səslənir hər yerdə. Moskva, Moskva səsləyir bizləri. Moskva, Moskva səsləyir bizləri. Nəmnə Aha. bu şəhərdə izləri. Ay, nəsə bu söhbət mənə heç inandırız. Vay! Aa, ben... Aa, tamam. Orada, özür dilerim. Oranda gözü yumuştum tanıyorum. Ya bu Kremlin oxşar tərəfi var. Nə yanır? Burada sürüşə bilərik hər an. Gedirik. Qabağına uçmuş yazılır. Lenin ya. O Lenin, Lenin muzeyi, mavzoley. Bura. Mavzoley. Bugün indi açıq olmaz. Sabah mütləq gəlirik. Sabah bəli. İndi açıq deyil, təbii saat 12 Lenin qalır bax. İndi deyirsən Lenin burada oturur. Ala orada oturmuyor, uzanır. Hə, Lenin burada oturur. Qar yağmağa başladı bu arada. Sabah gəlib girəcəyik bura. Xırdayı da indirirlər. Hə, indi biraz gözümüzə girir. Çox qəşəng. Ay. Buran demirəm, ya, onu deyirəm. Ha, burada qaçaq. Amma bilmirəm, ya, kameradan görəsən insanlar bunu izləyə bilirlər. Ha, çünki çox qəşəngdir. Ya, onu həmişə şəkillərdə görmüşəm, videoda şəkildə. Bu niyə belə yaxından çəkir ha? O, səni stoplamısan O, o. deyəsən. Hə, qoy də. Deməli, məlumat verdilər bizə yuxarıdan. Ayın 30-u günü saat 00-dan ayın 1-i günü günorta saat 2-yə qədər bura artıq bağlanacaq. Yəni bu gün saat 12-dən bağlanacaq. Sabah yox. Sabah açıq olmayacaq bura. Səhər. Bəli. Ayın 1-i açıq olacaq. Şəkli indi çəkdirmək lazımdır. Bunun səbəbi də odur ki, müharibə şəraitidir, insan sıxlığı çox olar. İnsanlar burada 31 günə atəşfəşanlıq eləyim dərkən kimisə partlara bilərlər. Ona görə bəli yerlənəcək karusel. Onu deyirdim, Gəl onu çəkək. soracağım. İndi yox. Buradan yaxşı yeməyi gəlir. Donut idi, nə yemək? Amma mən bu dəqiqə bütün iyilər mənə xoşdur. Deyirəm, bu boyda imarət tikəsən, üstünə də o boyda saati qoyasan, o da işləmir. Bu yerləncəyin işləyən vaxtını tapdı. Çox əlalıqca girək ora, girək. Buradan Ağacı da bəzəyiblər. Evet, Gözü doğru. də şirin görünür. hə, qurumuş ağacı. Dayı nə əlcək? Hə, burada ancaq əlcək ki, düşür kiminlərinsə. Necə bacarırlar. Yox, minmək üçün demirəm. Şəkillər idi. Hə. Sən gördün nə idi? Başa düşmədim. Hə, bunu deyirsən, hə? Böyüklər bax mənə minə bilirlər. Hə. Minə bilirlər. Burada şey olmalıdır, kanki şey nə onadır? Nə deyirlər şeyə? Sürüşən yer. Patent sürürsən, şey, onlar Azərbaycan nədir o? Kanki başqa şeydir. Azərbaycan dilində adını bilənlər bizə desin o. Hə. Abi buradan girirsən, oradan sürürsən.
Bura Moskva Mall'dur. Qumdadır. Xala çünki bilir ki, marojnanın heç kim boğaz ağrımır. Adət dayıda satılır da marojna. Bəh. Nə bax, Burada ayrı. hər yer yolkadır, hər yer. Elə bir ki, yeni il burada yaranıb da, yəni Laplandiyacaq boş söhbətlər. Hər yer bəzədilib. Orada bir dənə böyük yolka. Heç yeri ihmal etmiyor. Biz bayıldıkça bayılırız. Hey, valla bu Moskvanın kadrı çox olacaq, çox uzun olacaq yəqin ki. Mən bayağı fikirləşdim. Çünki o birislərdən uzun video olsun ki, həqiqətən çəkməli çox yer var. Bunların hamısı xatirə saxlamaq lazımdır yaddaşda. 10 il sonra oturup bakırsan 25 yaşı var. Böyle bir dənə beyaz yolka var. Ha, sizinkiler oynayır, sizinkiler. Gir oyna. Пока часы 12 бьют. Qardaşdan şaurma alırıq. Əgər haçansa yolunuz Qaraçalıya düşsə, Qaraçalıdan 1985 km uzaqda olan qardaşın şaurmasından yeyə bilərsiniz. Kardeş de Özbek çıktı. Sabahınız xeyir. 31 səhər. 31-i səhərdir. Çıxmışıq, bu dayını çəkər, bu da qar təmizləyir. Təkinə açıdır, Təkin çünki qarlıdır. Dünən axşamdan möhkəm qar yağır. Amma bu qum zat deyil, bu hamısı qardır bu. Qardır, yığıblar belə dolu, prosta şey qardır, bərkimiş, daşlaşmış qardır. Axşamdan da yağır, hava da biraz soyuqdur. 11 dərəcə şaxta var. Mən belə nazik geyinməyim görünə bilər üzdən. Altda 4 dənə köynək var, üstbəyiz. Amma belə geyinmişəm ki, həm üstüdür, yaxşıdır. Həm də ki, qat-baqat, burada hamı məsləhət görür ki, qat-baqat geyinəsən. Qat-baqat geyinmək yaxşıdır. Nəyə görə? Çünki gedirsən harasa restorana da içəri qaynayır, ən azından bir 30 dərəcə isti var içəridə. Yəni çıxardırsan, görürsən ki, üşüyürsən. Ona görə üstdəki nəyisə çıxardanda biraz yavaş-yavaş belə adaptasiya olursan otağa. Yaxşıdır eləsinə. Yəni qat-qat geyinmək. Sizin təsiratlarınız nədir? Gəl, dayanma. Mən çox sevincliyəm. Neçə illərdə arzum vardı ki, yeni ildə Moskvanı görüm. Çünki bura bizdən fərqli olaraq çox özənlə bəzədilir. Zaten onun şahidi olduq dünən gələndən. Məsələn, bizdə sadəcə Targov küçəsi bəzənərkən, burada hansı metrodan çıxırsan çıx, onun ətrafı xeyli ərazi bəzədilmişdi, özən göstərilib. Ona görə adam özünü nağıllar aləmində hiss edir. Həm yeni il abi havası, həm bəzədilmiş işıqlı küçələr, həm də hər tərəf ağappaq qar. Necə ola bilərəm? Şu an məndən mutlusu yoxdur. Hə, qar olma, batdım. Qar olması da ekstra bir şeydir yeni il üçün. Hə, dünən, indi gedirik, dünəni sonra deyəcəm. İndi gedirik Kremlin sarayının yanına, yəni Qızıl Meydana. Gedirik ora, oradan bəzi yerlərdə lokasiyaları götürmüşəm, şey olaraq da harada nə var.
Amma belə şifahi də. Çünki hələ də nömrə ala bilməmişik. İndi burada nə idi oranın adı? Megafon. Megafon deyə bir mağaza var. Ümidimiz oradır ki, o xarici vətəndaşlara nömrə satırlar. Yoxsa belə başqa cür mümkün deyil. Gedək görək başımıza nə gəlir. Qar təmizləmə işləri gedir. Dayanmırlar. Gecə, gündüz qar təmizlənir. Çünki qar da dayanmadan yağır. Qar da dayanmır, bunlar da dayanmır. Hə. Bir təmizləməmiş yerlər. Belə hava qardır. Nə qədər bu? Aha. Deməli, öncəliklə bunu deyim. Deməli, Rusiya gəlməmişdən əvvəl 2025-ci ilin oktyabrdan bu qanun qüvvədədir və bunu 90%-dan bilmir. Ona görə də hamı deyir ki, Rus vətəndaşı olmayanlara nömrə satmırlar. Deməli, RUID deyə bir proqram var. Bizim MyGov ID kimi bir şeydir. MyGov kimi. Və yaxud da Sima kimi bir şeydir. Amma xarici vətəndaşlar üçün RUID. Öz yerli vətəndaşlar üçün Gosuslugi deyə bir proqram var. Bu RUID-dən girib biometriki təsdiqləməlisən. Rusiyaya göndərməlisən ki, mən filan tarixdə gələcəm, filan qədər vaxt qalacam, falan filan, bunların hamısını qeyd eləməlisən. Mən də qeyd eləmişdim, həm Aytəni, həm özümü. Bunu 90%-dan bilmir. Yəni, çünki dairə araşdırmışdım mən nələr lazımdır da, onu tapmışdım. Yaxşı ki də qeyd etləmişəm, çünki Rus vətəndaşı olmayanlara nömrə satmırlar. Yeganə RUID-dən qeydiyyatdan keçənlərə nömrə satırlar. Yəni, başqa heç kimə nömrə satmırlar. Yəni, nömrə almaq istəyirsə Rusiyada ona görə və nömrə almaq prosesi, yəni, zülüm, nə qədər sənət sünət, nə qədər şey, zəng edirlər sərhədə, bəs burada keçibmi belə adam, varmı, biometriyasını yoxluyurlar, imzasını yoxluyurlar, pasportumu aldılar, nələr, hər şey üst-üstə düşməlidir, yəni bir dənə problem olmamalıdır. Axırı da güc bəla ilə oşun nömrəmizi aldıq. Nömrə aldıq, içimiz rahat. 15 dəqiqə aktiv olacaq. 400 rubl verdik. Təxminən bu da eləyir 4 manat. Təxminən deməli 4 manat yox. 8 manat. 100 rubl 2 manat. Hə. 8 manat. Təxminən 8 manat, 8 manat 50 qəpik falan belə bir şey. 400 rubl verdik. 2000 dəqiqə limitsiz internet. 20 dəqiqə aktiv olacaq. 1 aylıqdır. Plus da 2 dənə nömrə verdilər. Biri Aytənə, biri mənə. İkimizdə də 2000 dəqiqə limitsiz internet. Yəni belə də nömrə almaq məsələsi gəlir, amma RUID-dən qeydiyyatdan keçmək lazımdır mütləq şəkildə. Çünki müharibə dövrünə əlaqədar bunu eləyiblər. Yəni ki, gələn vətəndaşların sənədlərində heç bir problem olmasın deyə əvvəlcədən sistemə otuzdurursan ki, mən gələcəm, falan vaxt qalacam, falan kəsən belə-belə sistemdən rahat qeydiyyatdan keçirsən sən. Yoxsa belə çox yoxluyurlar və problem çox olur. Qırmızı meydanın girişində belə yoxlama edirlər. Yoxlayıb buraxırlar. Bugün saat 18:00-da bağlanacaq. Dünən elə bilirdim saat 12-də bağlanacaq. Sonra bağlananda belə yoxlayırlar. Yəni müharibə ilə əlaqədar da. Yəni içəri gələndə zır paket zad, nə bilim başqa bir şeylər heç nə aparmırsan. Hər yeri dolu şeydir. Amon. Amon. Belə hamını bir-bir yoxlayıb buraxırlar içəri. Bayaq biraz soyuq mənə pis vurdu. Sonra dedim ki, gedib əməlli baş geyinib çıxacam. İndi soyuq vursun görüm. Gəlmişik Partizanskaya stansiyasına. Burada İzmaylovski market var. Mərkəzdən hardasa 40 kilometr uzaqlıqdadır. Azərbaycanlılar, ümumiyyətlə xaricdən gələn hamı burada əziyyət çəkir. Əziyyət çəkməyən bizik. Niyə görə? Çünki vaxtında bütün registrasiyaları aparmışdım. Ona görə mənə nömrə verdilər. Nömrə aldığım üçün də burada rahat gəzirəm. Ona görə hansı ölkəyə gedəməmişdən əvvəl o ölkə haqqında hər şeyi araşdırmaq lazımdır. Nə qaydalar var, necə turistik qaydalar var, hamısı. Nəsə internetimiz var ona görə hal-hazırda. Navigatordan normal istifadə edə bilirik. Qarın hündürlüyünü çək. İndi arxana çəkim. Qarın hündürlüyü, Yol dayanmadan, yəni dayanmadan təmizlənir. Dayanmadan. Evlərin üstü. Gözümün qabağında hər şey.
Mən özüm də bir dəfə şap belədim, yıxıldım yerə. Prosta Gələndə çəkəməm. ayaqqabıları nəzərə almışam, bunlar sürüşmür. İndi sanki azca tüflü mal oldu. Sürüşür. Burada qəşəng binalar var qabaqda. Burada İzmaylovski market var, orada gəlmişik. Oradan papaq almaq istəyirəm. Papaq şey. Meşə kimik? Gəldi İzmaylovski market. Bura vernisaj deyirlər. Və yaxud da İzmaylovski vernisaj. Burada hər şeyi mərkəzdən daha ucuz almaq olar. Bizim sədrət kimi bir yerdir. Amma burada sırf aksesuar satılır. Yəni məsələn mən uşanka axtarırdım. Burada var. Nə bilim. Bir qiymətlər soruşdum. Bayaq mərkəzdən bir dənə şey soruşdum, uşanka soruşdum. 58.000 rubla dedi mənə. 58.000 rubl. Yəni bu bizim pulla təxminən 1000 manat edir. 1000 manata yaxın bir məbləğ edir. Hə, peki 800-900-dən çox edir, amma ya 1000 manat edir, bəlkə də 1000 manatdan çox edir, hə. Hə, burada məsələn antik şeylər satılırlar. Sovet əskəri formaları. Hı? Hı? Hı. Aha, bu məsələ mən bundan axtarıram da. O mu yoxsa üstü belə koja? Bir dənə soruş kim var burada? Ha, bağlıdır. Bağlıdır. Burada 50 qaz alaq aytən. Aha. Zarafas 50 qaz mənə isidər ay yaxşı. Sovet loqolu. Yo. Qiymətləri olsa yaxşı olur. Qiymət insana görə dəyişir. Bu girişdə baha olacaq. İçəriləri də Gedə biraz içəri, hə. Burada bir nəfərdən soruşmaq istəyirəm, görüm neçə deyir. girişdən içəri qabağına. Hə də, hə, yəni. Oo, Gəl səs çıxartmazdım. Bu satıcı bir sözü bildiksə. gözlə görüm. Kim baxır bura? Elə biləcək papağa yoxdur. Vapşe ehtiyacım var. Day sən baxsan bura. Ha ne olur? Ne lazım? Ho, day Azərbaycan çıxdı. Bu qədər təsadüf var. Gün ne lazım? Papaq lazımdır. Uşanka. Papağın milleti var. Kimin de? Uyğun qiyməti, qiymətləri araşdırıb gəlmiş. Uygun nimetli bilsen bu kavak diyorsan. Hə. Aha. Uyğun Azərbaycanlıdır. Yok Dağıstanlı. Uygun. Sən harasan dayı? Ben özüm seçtim. Şəkidən? Bax biz də Balakəndənik. Xoş gördük. Sağ ol, sağ Nə ol. gözəl səni tanıdım. Bayramınız var. Sağ ol səndən bahəm. Bir dənə Buraya da gel bak hafta durur Dağıstanlı. neçəyə verəcək ki biz bilə Bu elimde 4000'i verdiğim o 2000'i alsın. 2000'i bu verdiğim 1000 manat alsın. Getdik. Get. Sağ ol, var ol. Bilmədim ki, random belə salam görüşdük. Salam dayı dedin axı. Dedim dayı bura sən baxsan nə lazımdır? Yəni prosta yəni, rus olacağını düşündüm də. Yəni Azərbaycanlı olacağını düşünmürdüm. Bax istədi. Hə, zarafat eləmək istedim. Əslində yaxşı belə pis söz atmamışam. Ha, bura gəzə. Sən baxırsan hər Yoxsa basıb çırpacaqlar. Min gördün, mindən danışırlar. Sən də bilirsən. Mən nə deyirəm ki, ağzım. Min verərəm. Abi nə 5 min? Ən ucuzu da elədir. Buraya da dedi. Buradan baxırlar. Görək neçə verir. Dayı özə yerimizdir. kalma. Nə? Sintet kalma. Bunlar sintet. Sintet kalma deyir. Nasıl alma? Ben orada durum. Bura kim baxır? Rasul. Rasul. Rəsul tualetdədir. Məncə tualetdədir. Bundan. 59. Bunu bu boy bəyəndim. 1000 rubl. Başqa üstə tüklü olsaydı lap yaxşı olardı. Yo süt lazımdır. Hə? Al. Al. Biraz yapıyor sürüşü. Bu çarpıyan kocadan değil. Yo yo. Tez bazar. Kulağınız yani. Bu minlə deyir, rubllə deyir də. Aa mim. Bunu 2000 kabaka git. Bu yaxşıdır. Yeminle buna bak 2000'den aşağı vermişler sana. Ona göre. Bu hara götürdün Ayten? Sağ olun. Bilmirəm. Yine bir tane bu da uzun ver. Am gelecek ya bunlar. Sağ olsun. Siz də sağ olun ki bizim qavamıza çıxdınız. Bu razı
Xamşinerin balacasını versin. Маленький размер есть, я готов. Есть. Дай, дай. Именно такой. Тебе 500 рубль halal. Heç olmasa. 500 рубль. Vereyim. Видите, тебе 500 рубль. Вместо change. Давай. Или 500 рубль. 56 olmaz. 500 57. Yaxşı. Pisasyev дай его. Pisasyev. Baxın mən qoyun başıma çək görüm mən. Sən qəşəng qaraş da. 2 dənə al, birini sən al. Bundan birini tap sinə, laf baladır. Çox qəşəng yaraşdı. Sən üzün incədir. Qoy bir 57 versin. Deyəm bir. 5, 6 wurde sie. Sən çox qəşəng yaraşdı. Yox belə çəkim sən. Hadi çox qəşəng qarşı. На белом цвете там всегда мороз. La 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 la. Elə uşan qaldıq özümüzə. Ab qəşəng istura sədib. Başım nə var? De qaynı. Mənə təklif elə. Merhaba. Deməli şəhərin mərkəzində bayaq 50 minə dediyimiz şeylərə buradan minə aldıq və dayı bilmirəm Başım rəisindi. pülədi yoxsa, amma deyir ki, tülkü dərisidir. Amma yəni qəşəng bir şeydir. Yəni normal hissədir adamın başını. Bunu bir də xala verdi mənə, iki şəklini çəkiləm bunu. Bizə belə çəkirik. Çək deyirlər, çək. Çəkirik, verdik xalaya. Rəşindirə yeşin. Burada bazardır, paltar bazardır. İnşallah burada da öz qohumlarıma rast gəlmərəm. Çünki bizimkilər də nəsə bu tərəflərdə paltar satırlar. Üstünə necə indiriblər onu? Arkada şurada satılır. Burada şuba satırlar. Burada mən. Moskva metrosu elə bir muzeydir. Hər bir stansiyasında fərqli bir qəşəng bəzədir. Yoxsa lüstralar var, çox qəşəngdir. Plus da burada metro mədəniyyəti bizdən daha yaxşı. Çünki fikir verirəm, düşəndə çoxlu adam düşür. Bir dənə də adam gözləyir ki, hamı düşsün, sonra o minisin. Qalan hər şey bizlə eynidir. Niyə bilirsən? Hə? Niyə bilirsən? Niyə? Qatarlar tez gəlir. İnsanlar yetişməyəcəm təlaşı Ay sağ ol, hə. Qatar bir də ki, hə, qatarlar tez gəlir, o insanların yəni ki, onunla bağlı bir şey yoxdur. Bir də ki, xətt dəhşət çoxdur. Yəni mən fikirləşirəm ki, Almaniyada daha çoxdur. Bura dəhşətdir. Yəni Hə? Hə. Bir xətti dəyişmək üçün minimum 7 dəqiqə vaxt lazımdır. Bizdəki Xətay kimi idilər. Xətayı idi. Xətayı oynayanda yaxşıdır. Nə qədər eska, özü də dərin, nə qədər dərindədir. Düşdü də düşürsən. Məsələn, biz indi altdan gəlmişik, qalxır yuxarı. Bundan sonra çox güman ki, bir dənə də eskalatordan yenə yuxarı qalxacağıq. Getdikcə gedirik. Təzə papaq almışam, bəyəndin. Çox bəyəndim. Hardan almısan? Sənkini də ört göstərim. Hardan almısan? Bazardan, İzmailovski bazardan. Çox qəşəng yaraşır sənə. Şirin oldun. Manet, şimdi o. Dın 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 dın. Dın 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 dın. Jingle bells, jingle all the way. Pul ver ata ve ora. Ne kadar? Pul ver ata. Ne kadar yol kavacıydı. Süperdi. Bilirəm. Hə. Gəldik Balatnaya parkına, o tərəfdə keçirik o tərəfə. Prosta hardan, nətər keçməli bu haqda bir fikrim yox.
Hə, orada. Gələn körpünün altına gələcəyik. Çox qəşəng, hər yeri bəzləyiblər, hər yeri. Yəni belə bekar bir dənə yer qalmadı da. Yəni ölkənin büdcəsi sırf yeni ili bəzəməkdir. Hə. Qəşəng. Biraz qar palçıq olub, amma yaxşıdır. Bax, gör necə qəşəng körpünü bəzəyiblər. Düşünürəm ki, bu keçiddir. Düzdür, bir işarəsi yoxdur. Bir o lövhəyə baxım görüm orada Balatmaya parkı yazılıb. Görmürəm. Nətər yazılıb o tərəfdə? Gəl gedək görüm. Gəl tapacam mən. Gəl tapacam, gəl. Gəlmişik Padarka fabrikinə. Girək içəridə padarkaları necə düzəldirlər. Buyurunuz xanım. Gir görək açılış elə. Görək bu padarkaları necə düzəldirlər. Yuxarıda bax padarkalar gedir. Yəni təbii ki bu real deyil. Yəni real padarkalar belə hazırlanmır. Sadəcə mən kameram deyəsən biraz kirlənib. Bir dənə gözü saxlayayım. Ha, burada padarka düzəldirlər. Sipariş verirsən, hazırlayırlar, düzəldirlər. Amma bilmirsən içində nə var. Uşaqlar üçün bu, əyləncə mərkəzi kimi bir şeydir. Bundan böyle su axır. Setkanın üstündən su axıdır bu. Güya ki nəsə belə maraqlı bir şeydir. Ha. Süre bilərsən Ayten? Bu qışlar hamısı süre bilir. Süre bilməyən var mı? Yoxdur, bu havada sürür. Yollar dayanmadan təmizlənilir. Burada duz səpir yola. Yoxsa su səpir. Nədir? Duz. Ha, duz səpir yola. Bu ambulansa bu binada kimsə partlamaya düşüb, yeyib, içib, vırıb onu xilas eləməyə gəlib. Ha, gedirlər. Bizə kudilərimizi qoymuşuq başımıza. Gedirik Arbat küçəsinə. Hazırda qırmızı meydan, qızıl meydan bağlıdır. Sabah saat 10-da açılacaq. Amma insanlar özləri şənizət partlayacaqlar. Hə, bu il bu arada Moskvada artıq 3-cü ildir ki, atəş nişanlıq olunur. Bizim marşrut dayı gəldi. Bizim marşrutum nə? Xəbər eləyəcəm. İndi marşruta gedirik Arbat küçəsinə. Orada bir dənə tərəzi var. İnirsən tərəzinin üstünə. Sənin nə qədər mandalin düşür, onu verir. Onu deyir. Amma mandalin vermir. Şahmat məktəbi. Hani, belə bir şahmat məktəbi var. Qəşəng işıqlandırıblar. Nə qəşəngdir bura. Yeri göreyim, mən də gəlim dalınca. Не вытащишь их оттуда. Ложишься, кар xarabelər. Yox. Məncə xüsusi izolyasiyalı işıqlardır. Biz həyətdə işıq doluyurduq. Yeri yumuşduq deyə yerə dəydi. Toku keçirəndə. Xarab oldu. Park oldu, yandı. Şey qeyd elədin, 9-dan sonra 31 günüm marşrutların pulsuz. Bəli. 9-da söndürmüş. Saat 9-dan sonra yalnız yeni il günü. Bütün ictimai nəqliyyat pulsuzdur. Hamıya. Biz də mindik, gördük şeylər sönülüdür. Kart vuran yerlər. Bu yaxşı bir şeydir. Navigatorımız işləmir.
Navigator məni Moskvadan 20 kilometr qıraqda göstərir ki, oradasan deyir. Bunlardan soruş, bunlardan soruş. Bunlar içki yedirlər bilmirəm. Bir dənə soruş, bunlar bir dənə tez. Извините, я найти. Олдар Батулица. Да. Налево? Yeah. Спасибо. On the street and then the Arpad Street. А, спасибо. Gördüm mən dedim, ilişim necə kuloksa itirmiş. Navigator da söndürmüşəm. Ve navigator. Soruşa gətirdi. Oo. Kalkülatörü, terazisi. Hə. Nə boyda mandarin var burada. Görünce mandarin eliyor. Deməli necə işləyir bilirsən də. Yox. Məsələn, hər mandarin neçəsə qram verilir. Məsələn, mən 42 kiloyam. Tutaq ki, bir mandarin 500 qramdır. 42 kiloda 2 qatına vur da. 80 qram mandarin eləyəcək. Elə bir şey. 50 vur gör oversize'dır. Aydana göndərmədik. Hə. Bu sadece mağazadır, gəl görək. Buradaki orkalar hamısı mandarindən bəzənir. Ya. Həqiqi mandarin deyilmiş. Yolkaları mandarinlə bəzəyiblər. Ehtiyatlı lükün üstünə basmaq olmaz. Qəti qadağandır. Bu küçənin görsən mandarinlə nə əlaqəsi var? Adı elədir, adı Ha, nədir? bu küçənin hansısa hissəsində Aytənin bəyək dediyi tərəzi var. Amma o deyildi. Amma o deyildi, o indi simvoluydu. Amma bu küçədə olduğuna Amma əminəm. bəli, Çünki bura mandarin küçəsidir. Bəli, bu küçədə. Ya adı olaraq demirəm, mandarinlər küçəsi. Bayaq şeydə bir dənə dayı bizə deyir ki, bazarda. Deyir, gəzməyə gəlmişsiniz. Dedi ki, hə də, yeni il keçirtməyə. Deyir ki, elə bura gəzməyə gələsən. Burada yaşamaq olmur. Bura deyir, yerdir. Həqiqətən də, həqiqətən. Yəni, burada gəzməyə gələsən. Yəni, burada mən məsələn, bir həftə qala bilməzsən. Çünki ya Azərbaycandan gəldiyin üçün sətəlcəm olasın. Ya da ki, bezəsən. Çünki şəhər qəşəng, əla, gəlirsən, görürsən, Ya doydun, hər yeri kəşf elədin. vətənə qayıtmaq lazımdır. Orada. Buraya göre o da ölçürlər. Ölçürlər. Biz neçə mandarin yedik. Növbədir. Ayda sıradır, hamı bir-bir çıxır. Onlar просто групповой çıxır. Qıraqdan çəkib. Belə çıxırsan sırayla. Uşağı Dənizsiz. çıxardılar. Ha, o dönüşsüzdür. 416 mandarin. Get istə birini dinə versinlər. Get. Get. До Нового года осталось совсем считанные минуты. Какую песню кончается? Давай сначала «Земля в иллюминаторе», а потом «Видели ночь». Не?
минута. Загадайте желание скорее. Hop. Совсем секунды. Ha. Сейчас будет звенит январская вьюга. А сначала будем включать с Новым годом, да? На работе. Не? Ждем? Секунды осталось. 49, 43, 44, 45, 46. Нет, еще пока с наступающим. 7, 6, 5, 4, 3, 2, 1. С Новым годом! Проходят мимо друг друга, теряют люди друг друга, а потом еще одна задача сложная. Alan şampanı aça bilmədim. Ложная, надел шампаны, маска нелегко, нелегко. Открывать шампанское! Ясная любовь сердечная, неповторимая, вечная, вечная. Я давно ищу, но с ума сотни нелегко, нелегко. Сидит январская вьюга, мирный плещет друг друга, и звезды мчатся вокруг. Всем в новом году найти больше денег, здоровья крепкого, Partlat geçsin. любви, благополучия. Görüm də. С Новым годом! Görüm də üzümə gözümə vurmayasan ha. С Новым годом прошлым следующим. Hə. Hə. Hop. А всем, кому нравится мое выступление, можете меня поддержать. И добавиться ко мне в телеграм-канал. Данил Музыкант называется телеграм-канал. Всем очень благодарен. Пою для вас песню. Подожди, брателла, подожди. Не-не-не. Один заду. У меня водичка заряжена. Просто понюхай, просто понюхай. Hər kəsin yeni il bayramını təbrik edirəm. Çünki artıq 2026-dır. Görək 2026-da başımıza nələr gəlir. Başımıza gələndə hər şey tək yaxşı olsun. Başımıza gələn hər şey tək yaxşı olsun.
Başımıza gələn şeylər ancaq səyahət olsun. Gəzək, çoxlu ölkələr görək, yerlər görək, yeni yerlərə gəzək. Daim gəzək, daim yeni şeylər öyrənək. Ancaq yeni yerlər üçün yorullar. Bəli, bəli. Mən məktəb vaxtı coğrafiyanı yaxşı oxumamışam. İndi sevə-sevə öyrənirəm. Gəzə-gəzə. Hər kəsin bayramını mən də təbrik edirəm. Bu videoya baxan hər kəsi ürəkdən təbrik edirəm. Yeni il hamımıza düşərli olsun. Yeni ildə yeni uğurlar qazanaq. Əsas can sağlığıdır. Bax, əsas olan odur, həmişə demişdim. Bəli, Can bəli. sağlığı yerində olandan sonra hər şey adama xoş gəlir. Bəli, bəli. Yeməyimizə, içməyimizə fikir versək, bir də gəzsək yaxşıca, Sağlıqla qalın həyatda. yaxşı olacaq hər şey. Hə, Videomuz bitmir ha. Sadəcə Videomuz oturub bitmir, bizdən bəli. Bir də keçən gecə deyə Sadəcə bayram artıq- təbrik edirik. Sabah daha yeni yerlərə gedirik. bir ildir Moskvadayıq. Keçən ildən buradayıq. Hə, normalda 90 gündür, amma biz bir il artıq qalmışıq burada. Neysə, yeni il qeyd elədik, əyləndik qəşəng. Ruslar burada içdilər, əyləndik onlarla, dedik, güldük. İndi isə yavaş-yavaş gəzirik. Görək uyğun bir vaxtda gedəcəyik evə. Hal-hazırda Astanovkada oturmuşuq. M6 nömrəli marşrutu gözləyirik və Aytən dedi ki, bu mənzərəni istəyirəm ölümsüzləşdirim. Binanı çox qəşəng bəzəyiblər. Çox gözəl görünür də, yəni konkret əziyyət çəkdik ki, bilinir ki, orada gözləyirik marşrutu. Gecə saat 1-in yarısıdır. Bizdən başqa bir insan yoxdur. Sabahınız xeyir. Bugün artıq ayın 1-idir, 2026-dır. Axşam biraz qar yağıb. Burada iməclidir. Qarı təmizləyirlər. Biz də geyinmişik. Gedirik. Hara? Kazan katedralını görməyə. Kazan katedralını görməyə. Deyilənlərə bu biraz mənə yaxın göstərir. Baxın, ha, yaxın göstərilmiş. Kazan katedralını görməyə deyilənlərə görə şeydədir. Elə Kreml meydanının yanında, Qızıl meydanın yanındadır. Kreml deyir, amma hələ də gəlib Kremlı görməmişik. Bu arada insanlar Kreml katedralı kimi bu Bazilik katedral var, onu səhv salırlar. Kilsə, elə bilir insanlar elə bilir ki, kilsə elə Kremlində, amma o deyil, yəni Kreml başqadır, çayın qırağındadır, çayın qırağındadır, hə, orada bir qərargahdır. Saat 12-dir, heç kim yoxdur, nə çöldə, nə marşrutda, elə bir dənə adam yoxdur da bizdən başqa, maşın, zat, heç nə yoxdur. Bir dənə marşrut var, çöl bomboş, heç kim yox, hamı içib yatıb. Gəldik yenə Qırmızı meydana, Qızıl meydana. Bura Azərbaycanlılar Qırmızı meydan deyir, amma Qızıl meydan deyirlər burada. Qarı təmizləyiblər yerdən, amma bura dəhşət soyuqdur. Burada adamın ayağı 50 donur, ona görə çox da video çəkə bilmirəm. Nə olub? Yox, qar yağır yenə deyirəm. Hə, mən deyirəm nə göstərir bu əlini. Girəyə girmək istəyirdik muzeyə, Leyli mavzaleyə. Növbə ən azı 1 saat. Yəni adam girməsi üçün 1 saat növbədə dayanmalısan. Sabah yoxlayacaq, nisbətən bəlkə adam az olsa girəcəyi olmasa yox. İndi isə gedirik Kreml sarayının öndən görüntüsünə baxmağa. O körpünü keçəndən sonra görünür deyəsən. Hardan gəlsən? Deməli, Kremlin arxasından ətəklərindən qar yığmışam bura. Təbii ki, bu əriyib suya dönəcək. Yəni, Moskvanın suyunu aparır. Biraz da quru torpaq tapsam tökəcəm içinə. Su ilə torpaq. Moskvadan xatirə. Bura gastronom şöbəsidir. Çox böyükdür. Belə dairəvi hər yer yeməklərdən ibarətdir. Və belə salatlar var böyük teşillərdə. Qramla alırsan, məsələn 200 qram. Sushi rollar var. Belə də var. Mix deyək də, həm çiğ, həm bişmiş. Amma biz ancaq bişmiş yığdırmışam. Burada çiğ ətlər var, amma marinə edilmiş də. Hazır götür apar bişir. Belə file, belə steak kimi də ət, qalın ət. Keçirilmiş və s. O nədir? Dolmadır.
Miyasun. Aa, domaşnıyım, miyasun, yürüsün. Balıq neydi? Düylü, toyuqlu şey. Ətli dolma. Göbələklər də olar. Bu düyü hazır. Buralar bitibuje. Burada bax. Yeməklər. Kotlet, julien. Hə, suşiləri buradan gətirmişik. Restorandan almırıq. Böyle burada çünki çeşidlər boldur. Gəlirik buradan yığırıq hər nə istəyirik. Fərqli-fərqli. Hər gün fərqli bir şey yoxlayırıq. Sərfəli və dadlıdır. Suşini çox bəyəndik. Dünən almışdıq ilk dəfə. Dey buradan. Çox dadlıdır. Çıxdıq marketdən, aldıq deməli 12 dənə sushi aldıq. 200 qram Sezar salatı. Bir də belə toyuqlu julien, belə də bir qap, bir post. Başqa hesablar heç nə. Bir də 3 cür yemək aldıq. Hamısı bir yerdə elədi 16 manat. 780 rubl. Getdik, dincəldik. Qəşəng istirahət elədik, yeməyimizi yedik. Çıxdıq təzədən şəhərə. Şəhərdə də cəmaət qaynayır. Yəni tramvaya qədər bəzəyiblər. Belə hər şeydə, yəni bir şey gözdən qaçmır. Hər yeri bəzəyirlər. Hər şeyi. Hansı? Bu, hə, bu şey adı neydi bunun? Centralny detski mağazadır. Qalanında da Buratino şey var. Buranın elə bir şeyləri təmsil edir. Şah mağazası, şah paltarı. Buranı göstər. Şey, kırmızı kapak. Hə, model üzərində. Gel bak. Qəşəng işləyiblər ha. Ayağı üstədir amma bura var. Ham bütün evi sığdırıblar şeyə. Hə. Bu zordur, buna xeyli əziyyət çəkir. Bayağı onu gündüz boş vakti yakaladım. Gündüz boş vaxtda tutmuşduq. Gəldik hara? Çuma. Bax bu əsl çumdur. Bu qızıl mağazası. Moskvanın özündə. Moskva, Centralny Univermaq Moskva. Belə səslənir hə? Hə. Univermaq Moskva. Yanın naviqasiya işi məni yordu. Bir yer axtarırıq. Deməli, Sukharevskaya metrosunun yanında Bolotnaya parkıdır. Orada qar kürələri zat var. Onları şey eləyirlər, belə böyük formada quraşdırıblar. Həmin qar kürələri tapdıq. Düz, yalan olmasın 2 saatdır marşrutla o yana düşür, bu yana düşür. Abi yazıların altına ingiliscə yazmırlar. Rus hərf bilir şrifti, prosta onu yazmalısan da xəritəyə. Yaza da bilmirsən, aləm deyir bir-birinə. Vay vay vay, burada növbə var giriş üçün. Ve burada da həmin yer. Gel buraya görüm. Bir Azerbaycanlı kimi görüm. Arkadan sızmak kimi. Gel. Saat 10'du. Biz çatmışıq, evə az qalmışıq. Aytəyin ayaqları donub. Evə qaçırış ayağın qızdırsın.
Hansı döngə idi? Gəl. Buydu. Gəl. Gəl. O, girdim qara. Ben de girdim. Nətərdir vəziyyət? Bilirəm ha, hiç üşüməmişdim bugün. Üşüdüm ama həqiqətən. Artıq 15 dərəcə şaxta var. Mənfi 15'dir. Gündüz 17'ye de dözmüşdük. Hə. Gecenin 15'i. Gecənin 15'i pisdir, hə. Çatırıq otelə. Gedək yaxşı bir istirahət eləyək. Sonra bəlkə çıxdıq bir dənə marketdən. Bir iki şey aldıq. Sonra da dincəlirik. Sabahınız xeyir. Bugün artıq ayın 2'sidir. Hər yeri gəzmişik. Bir dənə Lenin muzeyinə gedə bilmədik. O da bağlıydı ona görə. Yəni çox adam var deyə bağlıydı. Ayın 5'i atacaqlar. Hə. Hazırda 15 dərəcə şaxta var. Plus da bura, bu Kremlin sarayının ətrafı ekstra soyuqdur. Yəni o birisi tərəflərdən soyuqdur. Mən orada belə üşümürdüm. Burada amma dəhşət üşüyürəm. Bura soyuqdur, biraz açıqlıdır deyə düşünürəm, ona görədir. Külək tutan yerlər çoxdur. İndi körpü var burada, körpünün üstü ilə gedirik. Moskva çayının yanından keçir. Daha uzun Moskva çayı Kremlin binasının yanından keçir. Moskva çayı hal-hazırda donur. Şimdi çıxaq körpünün üstünə oranı çəkəcəm. Belə buradan orada qəşəng görüntü var, hə. Oo, burada lap qəşəng görüntü var. Gedirik. Abi o qabaqda gördüğünüz Moskva çayıdır. Moskva çayı gedir birləşir Volga çayına. Volga yanına tökülür Xəllər dənizinə. Hə. Yengi zəif axan çaydır. Ha, orada gəmilər ilişib qalıb çayın ortasında. Gözü görüm zoomlaya bilirəm onu. Ha, orada gəmilər ilişib qalıb çayın ortasında. Oyda necə donur ha. Gəmilər qalıb çayın ortasında. Gəmi buzu yara gəlir. Ortadan özləri üçün yol açıblar, ondan gəlirlər. Bayaq oradaydıq. İndi gəldik bura. Bura Kremlin sarayıdır. Kremlin sarayı 15-ci əsrdə tikilib. 15-ci əsrdə ən birinci taxta ilə tikilib. Bir də bunu yaxınlaşdırım mən. Belə. 15-ci əsrdə taxta ilə tikilib ən birinci. Sonra 17-ci əsrlərdə İtalyan memar gətiriblər, bunu daşla tikiblər. Və 18-ci əsrdən bəri bu haldadır, bu vəziyyətdədir. Bu isə Kremlin divarı adlanır. Kremlin divarının uzunluğu 2 kilometrdən çoxdur. Təxminən 2,5 falan Kremlin divarı var və Kremlin divarının ən cazibədar qülləsi və 15 dənə səhv eləmirəmsə qüllə var və ən cazibədar qülləsi o saatdır. Nə idi o saatın adı? Spasskaya qülləsi. Kremlin sarayının bir hissəsi muzey kimi verilir. Hansı ki, qədim çarların, prezidentlərin oturduğu iqamətgahlar. Amma müəyyən bir hissəsi prezidentin özünün iqamətgahıdır. Ora muzey kimi təbii ki istifadə olunmur. Qar gücləndi, dəhşət qar yağır. Dayanmır, bir saniyə dayanmır. İndi biz yavaş-yavaş gedirik otelə çünki dəhşət güclü qar yağır. Və çəkim buranı. Əlim yoxdur, burnumla çevirirəm kameranı. Alışveriş eləmişik, biraz yeyib içmək. Buradan gedirik. Anton'un hikayesi. Çəkə bilmədik, çox həyəcanlıydı. O adətən Instagramda adam video görür, nə bilim pişik falan yerdən qurtardıq. Pişik ağacı, adamın ağlına gəlir ki, çəkən yerinə hələ bir
şeylə də, yəni qurtar onu oradan, xilas elə. Həqiqətən hal-hazırda başımıza elə bir şey gəldi. İndi fikirləşirik, xatirə kadr olsaydı yaxşı olardı. Amma insan o qədər həyəcanlanır ki, bunu bir xilas eləyim, vaxtında yerinə çatdım. Çəkilir, telefon yada gəlmir. Yəni normalı budur, onu demək istəyirəm. Çıxmışdıq oteldən belə də gəzməyə. Burada da biz gələndən səsimiz çıxdı. Biz gələndən burada heç bir şey görməmişik ki, bu normaldır. Ki bu normalda, bu soyuq yerdə bir şey yaşaya bilməz də. Yerdə nə yeyəcək tapsın, hər yer qar, torpaq yox, bir şey yox. Sıçan, miçan, heç nə tapa bilməz. Ona görə çöldə bir şeylər yaşaya bilməz. Bu normaldır, bunu bilirdik. Oteldən çıxdıq ki, belə yürüyüş eləyək, pişik səsi. Sami'yle birbirimize baktık. Oy, pişik sesi de ilk defa görürük. Baktık aşağınik üstünde adı, nömrəsi, çok korktuk da. Yani bildik ki evden kaçıb. Tez üstündeki nömrəyə yığdıq. Geldiler, apardılar. Anthony idi pişiğin adı, böyle yaşıl tekir kimi bir pişiydi ama yekeydi. 2 yaşı olardı, Tofi kimi. Çok şirin, yumuşak idi. Xeyli qucaqladım. Onun için qorxdum. Ürəyi necə böyle buk 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 çıxırdı. Düşdülər binadan, apardılar Anthony. Çəkməyə vaxt, nə vaxt oldu, nə də ağlımıza gəldi. Bu da bir şirin xatirə. Hə, biz də çıxmışıq indi gecə evisinə. Moskvada gəzləsə hər yeri gəzmişik. Aləm Son günlər vurmuş həmişə bir-birinə. belə olur bizdə. Hə, son gün Belə. gəzməyə yer yoxdur. Belə qəşəng fırlanırıq qarda. Heç nə yoxdur üstündə. Tərəziyə bax, qoyursan, hansı məhsul olduğunu Hansı məhsul olduğunu bilir. təxmin eləyib. Deməli ağıllı tərəzilər var içəridə. Məhsulu qoyursan, məhsulun hansı məhsul olduğunu bilir. Müştəri öz çıxardır. Yəni burada heç kim işləmir də. Yəni İndi bax bax başqa şey qoy. göstərəcəm. Hə, bax hələ ki bilir ki odur. Yəni bax sıfırladı. Bilmir. Bunu Bax, indi necə bax, bunu bilirsən qoyur. ki, budur? Bax. Hop, şəklin gətirdi burası lazım. Üstünə vurursan, çəki götürürsən. Bilir ki hansı məhsuldur. Bilmirəm, quruşan biləcək. Çox qəşəng, maraqlı bir şey, yəni texnikası maraqlıdır. Oo. Aa, de bildi sırası. Maraqlıdır. Daha bir maraqlı meyvə. Valla belə meyvələr bizdə Bakıda ekzotik mağaza var. Çox baha verirlər. Baha satılır. Yəni bu meyvə burada 499-dur kilosu. Mən indi məsələn bu qədər 4 manat edir artıq, hə. Dadına bax, xoşuna az alacağam. Amma bizdə belə pakovka alırlar, filan qədər, Hə. konkret. Burada əjdaha meyvəsi var idi. Ondan götürdüm. Bayaq şəklini qoydu da etən ora. Bilmirəm o tərəfdədir. Deməli neçə idi? Bizdə 15 manat. Hə, bizdə 15 manat. Baxın. Hə, bildi. Bizi birinci yerə çıxardı. Hə. Rənglərdən bilirsən, fikir ver, eyni rənglər. Eyni rənglər şeydir, şəkilləri yükləyiblər bazıya. Bizə məsələdir. Eyni rənglər. Hə. Şeyin şəkilləri yükləyirlər, təzə meyvə ilə gəlirsə. Şəkilləri yükləyir, o şəkillərdən tutur tema. Hə, at bura. Gəlmişik aeroporta. Gözləyirik səmtlərdə. Burada bir də Çinli xala var, əsəbləşib. Axırı görünür bilmirəm. Vardı. Səs ya. Əsəbləşdiriblər onu. Dayanmır sərdən, bilmirlər cəmaat nə deyir. Heç nə. Biz də gedirik Bakıya. Sağ olun, salamat qalın. Gələn görüşlərə dək. Ələli.